Değerli izləyicilər, burada soruşulur ki, daha sonra olmuştur. Monqolların Polşa və Macar qoşunlarına qalib gəlməsi 1241, Qacar Şaşdırxan xanlıqlarının yaranması 15-ci əsrdə, 15-ci əsrin ikinci yarısı, Rus torpaqlarının Qızıl Ordudan vasalığına son qoyulması Uqra görüşü 1480, Reformasiya hərəkatının baş verməsi 16-cı əsrə aiddir, Almaniyadan başlayır. Teymuri imperatorluğuna son qoyulması isə 1500 deməli 7-ci ilə aid olduğuna görə daha sonra baş verəni burada qeyd edirsə, burada reformasiya hərəkatının baş verməsidir. D uyğun cavab olar. 42-ci sualda qeyd edilir ki, Trablis müharibəsindən fərqli olaraq 1-ci Balkan müharibəsində Osmanlı iştirak etmişdi. Hər ikisində Osmanlı iştirak eləmişdi, amma burada 1-ci Balkan müharibəsinin fərqli cavab istəyir. Deməli, 1 ola bilməz. Balkan İttifaqı qələbə qazandı, doğrudur. Yəni, Balkan müharibəsində Balkan İttifaqı qələbə qazanmışdı. İtaliya Osmanlı qoşunları bu Trablis müharibəsindədir. Alban knyazlığı yaradıldı, bu da deməli, 4-də də Alban knyazlığı da yaratmışdı, doğrudur. 1-ci Balkan müharibəsində Osmanlı Afrikadakı mülklərini itirdi. Bu da Trablis müharibəsinə aiddir. Deməli, 2 doğru cavabımız qalır. 2 və 4 doğru cavabımız C variantında göstərilir. Məsələn, növbəti sualda qeyd edilir ki, Gülüstan türbəsi və Yusuf ibn Küseyir türbəsinə aid olan ümumi cəhətdir. Naxçıvanda yerləşir. Bəli, hər ikisi Naxçıvanda yerləşir. Yəni, burada ilə A variantı uyğundur. Amma Yusuf ibn Küseyir türbəsi 12-ci əsrə, Gülüstan türbəsi isə 13-cü əsrə aiddir. Diqqətiniz üçün təşəkkür edirik.